Salam yoldaşlar və dövlət quluna hazırlayan namizədlər. İlk öncə hər birinizə uğurlar arzulayıram. Və biz Elbir Akademi olaraq Dövlət Qulunun 29 noyabr tarixində 2025-ci ildə sınağınla bağlı olaraq qanunvericiliyin izahlar məsələsi veririk. Və belə deyək ki, bu ilin ən axırıncı sınağıdır. Burada başlayırıq birinci sualdan. Konstitusiya əsasən aşağıdakı hansı yanlışdır? Burada cavab C variantıdır. Niyə C variantıdır? Milli Məclisin deputatların statusuna bağlı qanun qəbul edən subyekt, statusuna bağlı qanun qəbul edən subyekt Milli Məclisdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəmə hakiminin təyin edilməsinə bağlı eyni səsli qərar qəbul edir. Yəni Milli Məclis deputatların statusu belə deyək ki, qəbul olunur 80 səs çoxundan və bu da təyin edilməsindən bağlı hakimin təyin edilməsi. Amma 63 səs çoxunluğu təyin edir. Yəni ona görə də 80 üzrə deputatların status 80 səs çoxunluğu qəbul olunsa, eyni səs çoxluğu qəbul edilmir. Çünki nəyə görə? Burada 63 səs çoxunluğu qəbul edildiğinə görə. Digər suala keçəyim və buradakı olan məsələ konstitusiyasının bərabər hüququna bağlı düzgün müddiaları seçin. Burada düzgün müddəalar cavab A variantı 2, 4, 6. Yəni heç kəs bərabər hüququnda göstərilən əsaslara görə zərər vurula bilməz və burada məsələn 3 nə yazır? Hər kəs istənilən üsul vasitələr, istənilən yox, qanunla qadağan edilməyən üsul vasitələrdən. Düzdür, kişi qadın eyni hüquq və azadlıqları vardır və 6-cı insan vətəndaş hüquq və azadlıqlarını dil və sosial mənsəbəyə görə məhdudlaşdırmaq qadağandır. Növbəti testə keçəyin. Konstitusiya əsasən insan vətəndaş hüquq bazasının fəslinə aiddir. Və yoldaşlar, gördüyünüz kimi burada fəsildən söhbət gedir. Belə bir imtahana düşmüşdü. Burada cavab A variantıdır. Müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv ediləcək. Yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cəzaya görə qanun müəyyənləşdirə bilər. Bu aiddir yaşamaq hüququna və o fəslə aiddir. Qalanlar isə məsəl üçün dövlətə qarşı qiyama və dövlət çevrilişinə kömək etmək alınmış borclar öhdələr kimi qəbul edə bilməz. Bu həmin fəsilləri də uzatmırıq. Burada digərləri bu insan vətəndaş hüquq azadlığı əsas fəsilinə aid deyildir. Digər testə keçən konstitusiya əsasən aşağıdakılardan hansı azadlıqdır? Cavab B variantı sərbəst toplaşma azadlığıdır. Bəzən imtahanda olan zaman çox adam azadlıq kimi bilir. Xeyr, azadlıq hüququdur. Sərbəst toplaşmaq azadlıqdır, digərləri də hüquqdur. Digər testə keçəyin. Konstitusiyaya əsasən Milli Məclisin həll etdiyi məsələlərə aiddir. 2, 4, 5 variantı. Prezidentin təqdimatı diplomat yəni aid ilə əstəğfurullah. Diplomat təyin edilməsi yox, təsis edilməsidir. Burada sonra 4-də prezidentin təqdimatı ilə insan hüququ müvəkkilinin təyin yox, seçilməsidir. 5-də prezidentin təqdimat yox, prezidentin müraciətinə əsasən. Budur ki, bu testdə ağır testlər içərisində daxildir. Növbəti testimizə keçək. Konstitusiya əsasən Milli Məclisin deputatları hansı səs vermək olar seçir? Cavab sərbəst, gizli və şəxsi. Bu rahat testlərdən biridir. Digər bir testimizə keçək. Konstitusiya əsasən Azərbaycan Nazirlər Kabinetindən bağlı yanlış olanlar seçək. B variantı. 1, 3, 4. Niyə bir yanlışdır? Nazirlər Kabinetinin statusunu prezident müəyyən edir. Xeyr, elə bir cümlə yoxdur ümumiyyətlə. 3. Azərbaycan Respublikasının dövlət büdcəsi layihəsini Nazirlər Kabineti hazırlayıb Milli Məclisə təqdim edir. Xeyr, prezident təqdim edir. Ona görə səhvdir. 4. Baş naziri Azərbaycan Respublikasının baş nazirinin onun səlahiyyətlərinə digər məsələlər həllədir. Baş nazir yox, prezident. Ona görə də bu cavab yanlış olacaq. Digər testimizə keçəyin zəhmət olmasa, konstitusiya əsasən yanlış olanları seçək. Burada isə 2 və 3 yanlışdır. 2. Konstitusiya ilə Azərbaycan Respublikasının Milli Məclisinin, yəni Dövlət Prezidentindən gedir, yanlış istəyir. Milli Məclis və məhkəmə orqanlarının səlahiyyətlərinə aid digər məsələləri qaydasına görə icra qaydasında həll edir olmalıdır. İcra sözü yoxdur. Ona görə yanlışdır. Digər testimiz 3 niyə yanlışdır? Azərbaycan Respublikasının Milli Məclisin razılığı ilə baş naziri prezident vəzifəyə təyin vəzifədən azad edilir. Bura kimi düzdür. Milli Məclisin razılığı ilə baş nazir vəzifəyə təyin olunur. Amma vəzifədən azad edilir. Birbaşa prezident icazə edir. Odur ki, 23-də A variantı səhv idi. 24-cü testə keçək, cavab burada D variantıdır. Günlər məsələsi rahat işlərdən biridir. Prezident qanunları ona təqdim olunduğu gündən
56 gün ərzində imzalayacaqdır. Daha sonra isə qanun və qərar layihəsi Azərbaycan prezidenti, Azərbaycan Ali Məhkəməsi, Azərbaycan prokurorluğu və Naxçıvan Ali Məhkəməsi təcili elan edibsə, bu olacaq 20 gün müddət ərzində təşkil edəcəkdir. Təcili olunan qanun layihəsi prezidentə imzalamaq üçün qəbul günün 24 saatlara təqdim olunur. Burada isə 3 deməli D variantı olacaqdır. Növbəti testə keçəkdir. Deməli, situasiya tipli testlərdən biridir. A variantdır burada. Testin özünü oxuyaq. 15 üzvdən ibarət olan A bələdiyyəsində üzvlərin 3-də 2-si bələdiyyələrin iclaslarına çağırılır. Və iclasda iştirak edən şəxslərdən 6 nəfər lehinə səs verməklə yerli vergilərə qədər qərar qəbul edir. Konstitusiyaya bağlı doğrudur. A variantı doğru. Niyə? A bələdiyyəsinin iclaslarını bələdiyyə sədri çağırmalı. Yəni bələdiyyə üzrə 3-də 2-si çağıra bilməz. Növbəti testimizə keçəyim. Deməli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin ümumi qaydalar müəyyən etmir. Cavab A. Ali Məclis işin təşkil onun həll etdiyi məsələdir. Növbəti testə keçelim. 27-ci testdə. Dövlət qulu haqqında qanuna əsasən əsas vəzifələrinə aid deyil. Cavab D variantı. Burada prinsipdir. Testi oxuyuram. Yuxarı kateqoriya dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdiyi qərarların aşağı kateqoriya dövlət orqanları və vəzifəli şəxslər tərəfindən yerinə yetirilməsi məcburidir. Növbəti testə keçəyin 28-ci testə. Dövlət qulu haqqında qanunundan bağlı olaraq dövlət qulu əlaqədar məhdudiyyətlərlə bağlı hansı doğrudur? Burada düzgün cavab D variantı. Dövlət qulusu bu maddəni, yəni məhdudiyyətlərin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericidə ayrı qayda nəzərdə tutulmuşsa, xəbərdarlıq aldıqdan sonra 30 gün ərzində ehtiyatlı bəzən burada 1 ay qoyurlar. Dövlət qulluğuna yoxsa başqa fəaliyyətə üstünlük verdiyi üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçir orqan rəhbərinə məlumat verməlidir. Növbəti testə keçən yoldaşlar, deməli, dövlət qulluğu haqqında qanuna əsasən dövlət qulluğu aşağıdakı əsaslardan biri ilə xitam verilə bilməz. Cavab D variantı buradadır. Niyə görə? Azərbaycan vətəndaşlığından çıxdıqda, vətəndaşlığından çıxdı yox, vətəndaşlığa xitam verilir. Odur ki, bu testdən ehtiyatlı olun. Qanunları düzgün cavabları hər ehtimala qarşı sizlər üçün oxuyuram. Dövlət qulusunun aldığı sertifikatın qüvvədə olma müddəti bitdikdə və dövlət qulusu növbəti sertifikatı ala bilmədiyi zaman qanunvericidə və yerli özünləmə orqanlarına seçildikdə, habelə hakim təyinində, əgər onlar həmvəsini imtina etmədikdə, qanunvericidə daha uzun müddət müəyyən edilmişsə, əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətinə tam itirməsinə qədər dövlət əmək funksiyası yerinə yetirə bilməkdir. Cavab D variantı oldu, səbəbini də izah elədik. Növbəti testə keçəyin, 30-cu testdən bağlı olaraq, deməli, dövlət orqanlarında dövlət qulusunun qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi qaydası əsasən dövlət qulusu qulluq stajına görə hesablanacaq hansı dövrlər nəzərə alınmır? 1 və 2 A variantı. Məcburiyyət yox, ödənişlidir. Həqiqi yox, müddətli hərbi xidmətə çağırılması məsələsi. Məncə cümlə bu cür olmalıdır. Növbəti testə keçək yoldaşlar. Deməli, dövlət qulu haqqında qanuna əsasən ardıcıl müəyyən edək. Naxçıvan Ali Məclisinin sədrinin müşavir lisensiyası sıfatlı burada ehtiyatlı olmaq lazımdır. Ali Məclisin sədrinin müşaviri ikinci sıfatı var. Bu ehtiyatlı olması, konkret bilmək lazımdır. Növbəti testə keçəyim. Dövlət qulu haqqında qanuna əsasən uyğunluğun gözləndiyi cavab müəyyən. Burada D variantı, çünki Bakı Şəhər İcra Hakimiyyəti orqanı ikinci kateqoriyadır. Niyə A deyil? Bakı Apellyasiya Məhkəməsi üçüncü yox, ikinci kateqoriyadır. Azərbaycan Mərkəzi Sezgi Komissiyasının aparatı birinci yox, ikinci kateqoriyadır. Daha sonrası Naxçıvan Ali Məclisi birinci, ali kateqoriya yox, birinci kateqoriyadır. Buradakı səhvləri isə bir-bir dedik. Növbəti testə keçən zəhmət olmasa, dövlət qulu haqqında qanuna əsasən aşağıdakıların hansı yanlışdır? Dövlət qulusu cavab burada C variantı. Dövlət qulusu onun təqsirində imişlər üçün qanunverici və müşkildə mülk yox, maddi məsuliyyət daşıyacaqdır. Qanunları hər biri düzdür, yenə də oxuyaq. İntisam tənbih tədbirinin edilməsi barədə əmrdən onun imzaladığı gündən 7 gün müddətində müvafiq icra hakimiyyəti orqanı şikayət etmək olar. Dövlət qulusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qayda inzibati və cinayət məsələsinə cəlb olunmalıdır. Dövlət qulusu qanuna uyğun hərəkət nəticəsində dəymiş zərərin əvəzi tam həcmində Azərbaycan dövlət büdcəsindən
nağdsın büdcəsi vəsait hesabına ödəniləcəkdir. Növbətiyə keçək. Dövlət pulu haqqında qanuna əsasən inzibati vəzifənin 5-ci təsdiqatına aiddir. Və burada da hansı variant aiddir yoldaşlar? C variantı Ekologiya Təbii Sərvətlər Nazirinin mütəxəssisi. Ekologiya Təbii Sərvətlər Naziri ikinci kateqoriyadır, mütəxəssis beşinci kateqoriya. Hezaman Palatası birinci kateqoriyadır, rəhbərin müavini isə üçüncü təsdiqat. Daha sonra Prezident Administrasiyası ali kateqoriyadır, mütəxəssis üçüncü təsdiqatdır. Təhsil Nazirliyi, Elm Təhsil Nazirliyində söhbət gedir, ikinci kateqoriyadır, aparat rəhbəri üçüncü təsdiqatdır. O yüzden cavab C variantı. Növbəti testə keçəyin. Dövlət qulu haqqında, dövlət qulu haqqında qanuna əsasən, yardımçı vəzifənin üçüncü təsdiqatı üzrə ixtisas dərəcəsinə aiddir böyük referent. Çünki yardımçı bu cürdə birinci, ikinci, üçüncü dərəcədə referent, böyük referent deməli birinci və ikinci təsdiqatlara aiddir. Növbəti testə keçək. Dövlət qulusunun etik davranış qaydaları haqqında qanuna əsasən qanun məqsədlərinə aiddir. Cavab A variantıdır. Dövlət orqanlarının və dövlət qulluqçularının nüfuzunun artırılması, vətəndaşların dövlət orqanı, dövlət qulluqçularına etimadın yüksəldilməsi. Bu düzgün cavabdır. Oxuyalım. Dövlət qulluqçusu tərəfindən etik davranışla əməl olmasının təmin edilməsi, dövlət qulluqçusu gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, digər dövlət orqanlarının dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirməsinə, vətəndaşların təhsil imkanlarının genişləndirilməsi. Və digər testə keçək ki, etik davranış qaydaları haqqında qanuna əsasən hansı yanlışdır? Cavab burada B variantıdır. Dövlət qulluqçusu etik davranış və peşəkar fəaliyyəti ilə dövlət orqanı yalnız fiziki şəxslər deyildir. Dövlət orqanı fiziki və hüquqi şəxslər olmalıdır. Əgər ayrılsa burada fiziki şəxs yazsaydı cümlə düzgün olacaqdı. Amma yalnız fiziki şəxs yazdığına görə cümlə yanlışdır. Növbəti testə keçəyin. Deməli, burada nədir? Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında qanuna əsasən dövlət orqanının deməli, dövlət orqan rəhbərinə aid deyil. Cavab burada D variantıdır. Çünki etik davranış qaydalarının pozulmasının qarşısının alınması profilaktik yox, profilaktikası üzrə tədbirlər görülməlidir. Sonra 39-cu testə keçəyin ki, məhkəmə və hakimlər haqqında qanuna əsasən Azərbaycan Respublikasında ədalət mühakiməsi, ədalət mühakiməsini Azərbaycan Respublikasının məhkəmə sistemi daxil olan ölkədəki məhkəmənin hansı həyata keçirir? Cavab Konstitusiya Məhkəməsidir. Ehtiyat, çünki Konstitusiya Məhkəməsi eləməyəcəkdir. Növbəti məsələ keçək ki, məlumat azadlığı haqqında qanuna əsasən yanlış olan müəyyəndir. Burada cavab B variantı. Niyə B? Deməli, dövlət peşə, peşənin içərisində daxil vəkil, notar, həkim, qulluq, bank, kommersiya, istintaq məhkəmələri şəxslərin şəxsi fəaliyyətinə terror aksiyalar, terror aktlarını əvvəllər aksiyalardır. Ona görə burada yanlışdır. Ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliyə tənzim ediləcəkdir. Növbəti testimizə keçəyin. Növbəti testimizdə elektron imza ilə bağlıdır. Elektron imza və elektron sənəd haqqında qanun məsələn sertifikatın qüvvəsi mərkəz tərəfindən hansısa dayandırılmır. Cavab D variantı. Sertifikatın qüvvədə olma müddəti açıqlıqdır. Növbəti testimizə keçəyin. Korrupsiya qarşı mübarizə haqqında qanun məsələn korrupsiya pozmalarına aid deyil. Bu yəni korrupsiya şərait yaradandır. Yenə D variantı və testimdə oxuyuruq ki, xidməti vəzifəsinin və ya səlahiyyətlərini icra etdiyi dövrdə elmi pedaqoji yaradıcı fəaliyyətdə istisna olmaqla digər ödənişli vəzifə tutmaq və yaxud da fəaliyyət növü ilə məşğul olma məsələsi. Növbəti məsələ keçək ki, korrupsiya qarşı mübarizə haqqında qanuna əsasən səlahiyyətli struktur bölmə korrupsiyaya qədər hüquq pozmalarla bağlı məlumatı qeydə aldıqdan sonra yəni nə etməlidir? 20 iş günü ərzində araşdırmalı və araşdırmanın nəticəsi barədə də yəni araşdırma nəticəsi bu məlumat verən şəxs barədə. Və araşdırma isə vətəndaşların müraciətə baxılması haqqında qanunla olacaqdır. Yəni burada gedəcəkdir deməli 20 iş günü və A və necə sənə B və B 23 gün məsələsi B və 2 cavab B variantı. Çünki 23 gün ərzində olacaqdır. Vətəndaşların müraciətə baxması haqqında qanun. Korrupsiya görüb, korrupsiya haqqında qanun götürmürsünüz. Növbəti testimizə keçəyin. Növbəti testimiz.
Bu elektron imza, elektron sənəd haqqında qanuna əsasən haqqdakı müddəalardan hansı yanlışdır? Cavab B variantıdır. Tərəflər arasında bağlanmış müqavilə əsasən elektron sənəd dövləsini həyata keçirən subyektlər konfidensial informasiya məzmunlu elektron sənədlərə müraciət və onların mühafizə üsullarını Azərbaycan qanunvericiliyi dövlət tərəfindən müəyyən edir. Xeyr, özü tərəfindən müəyyən edilirdi. Ehtiyatlı olmaq lazımdır. Növbəti testə keçək. Dövlət orqanlarında dövlət mülkiyyətində olan payın, səhimin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə büdcə təşkilatlarında kararların aparmasının təlimatına müvafiq olaraq yanlış fikirlər müəyyən edilir. Burada cavab 3 və 4-dür. 3-ə baxalım. Struktur bölümlərinin tərkibində su bölümü tərkibində ayrı-ayrı uslub vahidlərin adları kiçik, kiçik yazılır. Məsəl üçün, Azərbaycan Respublikasının Dövlət Statistik Komitəsi aparatının əmək statistik sözbəsi. Bax, burada əmək sözü Ə hərfi böyük bir yazılır. Ona görə heç yanlışdır. Bir qaydalı sənədlərin mətnləri iki hissədə ibarət olur. Bir hissədə sənədin hazırlanan əsas faktlar və hadisələr, təsvir edilir, nəticə, təklif, qərar, sənədimizin xahiş məsələsi yoxdur. Digər məsələ ona görə 3 və 4 məsələsini qeyd edir. Sonra digər testə keçək ki, vətəndaşların müraciətə baxılması haqqında qanuna əsasən iştirakçılardan biri yanlışdır. Cavab B variantıdır. Məişət zorakılığı barədə şərtdə cinayət tərkibinin əlamətləri olmaqda şərtə baxılması qaydası məişət zorakılığının qarşısının alınması haqqında qanun tənzim edir. Xeyr, burada vətəndaşların müraciətə baxılması haqqında qanun tənzim edir. Növbəti testə keçəyim və dövlət orqanlarında, dövlət mülkiyyətində olan payın, səhmlərin nəzarət zərfi, dövlətə məxsus olan hüquqi şəxslərdə, büdcə təşkilatında, kərarların aparmasından bağlı təlimatlar, protokolların hazırlanması və tərtib edilməsi bağlı düzgün müddəalar müəyyən edilir. Burada isə 1, 2, 6, B variantıdır. Təşkilatların kollegial orqanizasiyalarının, habelə təşkilat rəhbərinin göstərişi ilə digər iclas müşavirənin protokolu yazılmalıdır. Geniş protokolda protokolların giriş hissəsində iclasa aparan sədrin vəkalətimin adları və soyadları, dəvət edilənlərin siyasi mərcüslərin adları və soyadları, müzakirə məsələnin adları veriləcək. 6 isə protokol, təşkilat rəhbəri və iclas şikayət tərəfindən imzalanır, təqvim içərisində nömrədir. Növbəti testə keçək. Vətəndaşların müraciətə baxılması haqqında qanunla bağlıdır. Burada cavab adı müraciət haqqında qanuna əsasən vətəndaşların yazılı müraciətinin qəbulu, qeydiyyatçısı və onlara baxılmasına bağlı yanlış müddəalar. Vətəndaşın müraciətə bağlı kararını qanunla təsdiq edilmiş qayda aparılır. Elə bir şey yoxdur. Cavab yanlışdır. Növbəti testə keçirik. Vətəndaşların müraciətə baxılması haqqında qanunun xidməti araşdırma ən gizli nə qədər müddət ərzində baş çatdırmalıdır? 30 iş günü. Orada 30 işin necə qeyd olunur? 20 gün ərzində baxılır və 13 gün ərzində uzadılır. Belə ən gecə 33 günü ərzində olacaq. Növbəti məsələ keçirik. Dövlət dili haqqında qanuna əsasən hansı yanlışdır? Cavab A variantıdır. Azərbaycan Respublikasında məhkəmələrində kommersiya və inzibati mübahisələr üzrə məhkəmə isə dövlət dilində aparılır. Azərbaycan Respublikasında inzibati xeyr, inzibati xətalar məcəlləsi olmur. Hamı inzibati götürmüşdür. İnzibati xətalar məcəlləsi deyildir. Sonra növbəti testə keçək. 51-ci testə və elektron imza, elektron sənəd haqqında qanuna əsasən hansı yanlışdır? A variantı. Elektron sənəd istifadə dövrəsi yalnız söhbəti səhvdir. Ona görə bu test yanlışdır. Növbəti testimizə keçəyim. Elektron imza, elektron sənəd qanuna əsasən hansı yanlışdır? Burada B variantı yanlışdır. Mərkəz fərdə xitam verməsinə ən azı 1 ay qalmış, 1 ay deyil, 30 gün qalmış, mediada və digər vasitələrdə elan edir. Qüvvədə olan sertifikatların maaş imza sahiblərini, sertifikatların təminatını verdiyi, təminat müqavilə bağlı sertifikat xidmət mərkəzi müvafiq icra hakimiyyəti orqanlarını xəbərdarlıq edir. Növbəti testə keçən yoldaşlar, Azərbaycan dövlət himnindən bağlı olaraq ifa olunmalı bağlı doğrudur. 2 və 5. Bütün hallarda dövlət himni tam ifa olunur, düzdür. 5. Hərbi qulluqçular tərəfindən dövlət himnin ifa edilməsi qaydası silahlı qüvvələrin daxili xidmət nizamnaməsindən müəyyəndir. Düzgün cavabdır. Növbəti testə keçən 54-cü testdə deməli, dövlət bayrağı ilə bağlı
e, daimi qaldırmalı olduğu yerlər seçirik. Cavab D variantı 2, 4, 5. Milli Məclisin iclasında daimi yerləşdirilməli olduğu yerlə bağlı olaraq qaldırılır. Milli Məclis İclas Salonu 4. Azərbaycan Respublikası diplomat nümayəndəsi konsulların başlanğıc ştatları və 5 yerli icra hakimiyyəti üzr istəyirəm, Naxçıvan Ali Məhkəməsinin sədrinin ilk otağı olacaqdır. Növbəti testə keçək. Elektron imza və elektron sənəd haqqında qanun isə verilənlər daşıyıcısı nədir? Cavab A variantı verilənlərin saxlanması və istifadə üçün təyin edilmiş maddi obyekt. Yoldaşlar, bu qədər və hər bir kəsə bolluca uğurlar arzulayıram. Növbəti bizim sınaqlarımızda da qoşulun, ətraflı həll olunsun. Uğurlar.